Aha. Sizlə baxacağıq biz tam cəbri ifadələr anlayışına. Ümumiyyətlə sual verirəm. Riyazi ifadələrin hansı növləri var? Kim istiqamət verə bilər? Hansı riyazi ifadələri tanıyırıq? Buyurun. Nurayda görə işləyir. De. Cəbri və həndəsi. Yox. Ədədi və dəyişən ifadə. Ədəd ifadələr, Ədədi hərf ifadələr Və dəyişən ifadələr. Məhz iki kateqoriya ayırıq da. Ədədi ifadələr və dəyişəni olan ifadələr. Ədədi ifadələr aydın məsələ. Ədədi ifadələr ədədlər və əməl işarələrin köməyə yaranan ifadələrdir. Məsəl üçün biz yaza bilərik ki, 3 plus 6 minus 11 vurulsun 7 plus 8. Belə bir ifadə yazaq da olsun. Bu bizim üçün sayılır ədədi ifadə. Niyə? Təşkil olunub ədədlərdən və əməl işarələrindən. İkinci hansıdır? Dəyişəni olan ifadə. Dəyişəni olan ifadələr hansılardır? Dəyişən iştirak edən ifadələrə biz dəyişəni olan ifadələr deyirik. Məsəl üçün 3a plus 2b. Bax, bu bizim üçün artıq nədir? Dəyişəni olan ifadə. Baxın, dəyişəni olan ifadənin çoxlu növləri var. Hansılardır? Kim istiqamət verə bilər? müəllim, cəbri ifadələr, tam cəbri ifadələr, bir də kəsr rasional. Sonra? Mən bir də kəsr rasional. Başqa var, başqa nələr də var? Bir hədli, çox hədli buna aiddir müəllim. Yaxşı giriş verdin ki, tam cəbri ifadələr, bir də kəsr rasional ifadələr. Burada irrasional ifadələr də var, modul ifadələr də var və s. Yəni, ifadənin növləri budur. Dəyişən modul daxilində olarsa, bu modul ifadədir. Dəyişən kök altında olarsa, bu irrasional ifadədir. Məsəl üçün, götürüb sənə verər ki, birdən 17a plus kök altında 3 plus 2. Bu, sizcə irrasional ifadə sayılır? Səncə bu irrasional ifadə sayıla bilərmi? Bəli. Bu irrasional ifadə deyil. İrrasional ifadə dəyişəni kök altında olandır. 17a kök altında 3b məsəl üçün. Bax, bu irrasional ifadədir artıq. Müəllim, bir də kəsr olanda məxrəcində dəyişən ona gələcək. Məsələn, modul ifadə. Dəyişən modul daxil olarsa, olur modul ifadə. Bax, bu nədir bizim üçün? Tam cəbri ifadə. Tam cəbri ifadə anlayışın biz dərinə bugün gedəcək. Tam cəbri ifadə nələrdən təşkil olunur? Kim deyər? Bir hədli və çox hədli. İki adamsan. Bir hədlidən və çox hədlilərdən. Bu tam cəbri ifadə anlayışıdır. Təşkil olunur bir hədlilərdən və çox hədlilərdən. Birdən var kəsr rasional ifadə. Bəs yaxşı. Kəsr rasional ifadə hansılardır? Dəyişən məxrəcində olan. Ay yaşa. Məsələn, sənə deyə bilər ki, 2a minus 7b bölünsün 8. Bu, rasional ifadə sayılır. Deyil müəllim. Bu hansı ifadədir bilirsiniz? Bu hansı ifadədir? Tam cəbri. Bəli, tam cəbri ifadədir. Niyə? Yaza bilərəm 8-də 2a minus 8-də 7b. Əmsal 8-də 2 bu 8-də nə var ki burada? O zaman tam cəbri rasional ifadə sayılar ki, kəsr məxrəcində nə olsun? Dəyişən olsun. 3a minus 2b bölsün 7d. Bax, bu oldu artıq rasional ifadə. Niyə? Kəsr məxrəcində dəyişən var. Yəni, ifadənin növləri çoxdur. İlk öncə, hansı ikisini tanıyırıq? Ədədi ifadə və dəyişəni olan ifadələr. Dəyişən olan ifadənin növləri oldu. Hansıdır? Tam cəbri ifadə, rasional ifadə, irrasional ifadə, modul ifadə və sairə də var. Amma biz bugün öyrənəcəyik hansının
Tam cəbri Cəbri ifadələr. ifadələr. Tam cəbri ifadələri öyrənən insan nəyi öyrənir? Bilhədləri və çoxhədləri. Niyə? Çoxhədləri. Çünki tam cəbri ifadələrdən təşkil olunmuşdur. Bilhədlərdən Bədrə və və çoxhədlərdən. çoxhədlərdən. Aydındır? Gəlin baxın. Onda mən sizə sualı belə verirəm. Amma bir dəqiqə. Bilhədli çoxhədli anlayışına keçməzdən əvvəl əslində müəyyən qədər bildiyiniz bir anlayışa baxacağıq. Həqiqi su-qüvvət anlayışına. Məsəl üçün yazıram A üstü 3. Burada A'nın adı nədir? Əsas. Və 3-ün adı nədir? Dəyişər. Qüvvət. Natural üstü qüvvət. Natural üstü qüvvət. Qüvvəti, həm də üstü qüvvət. Natural qüvvət bir kənara, A əsaslı 3 qüvvətdir. Vurulsun A üstü 5. Buna deyir ki, əsasları eyni olan qüvvətlərin hasili. Çünki hər ikisi əsası A-dır. Nə baş verir burada? Əsasları eyni olan qüvvətlərin hasilini taparkən, əsas olduğu kimi qalan qüvvətlər toplanır. Olacaq A üstü 8. Problem var. Xeyr. Xeyr, müəllim. A üstü 13 bölünsün A üstü 7. Əsaslar eyni olarkən və nəzərlərən belə A üstü 13 bölünsün A üstü 7. Dərya, nə dərək biz burada? Qüvvətlər çıxılır müəllim. Əsaslar olduğu kimi qalır. 3 deyil bu. Qüvvətlər çıxılır. Onlar A üstü neçə? 6. Problem var Rəvan burada. Məsəl üçün yaza bilərik. 5 yazın, hələ ki dəyişənlə yazaq. A kubunun üstündə 7. Bəs bunun adı nədir? Müəllim 3'ü vuruq 7'ye də. Yox, adı nədir? Qüvvətin qüvvəti. Qüvvətin qüvvətini tapmaq üçün əsas olduğu kimi qalır, qüvvətlər bir-birinə vurulur. A üstündə 21. Olarmı? Bəli. Bir də yazaram. A üstü 5 vurulsun B üstü 5. Burada nə baş verir? Qüvvət olduğu yox. Qüvvət A vur B üstü 5. Nötərdə A vurulsun B. Üstü 5. Burada olur qüvvətləri eyni olan ifadələrin hasili. Onda qüvvət olduğu kimi qalır, əsasları bir-birinə vurur. Məsələn, buna aid misallar ən çox bizim qarşısına ilə çıxacaq. Yazıram, 2 üstü 4 vurulsun 5 üstü 4. Qüvvətlər eyni demək. Biz burada 4'ü yuxarıda saxlayıb 2'ni vurarıq. 2'ni 5'e vurup qüvvəti qalır. Problem? Xeyr. Məsəl üçün yazaram, 2 üstü 3 vurulsun 3 üstü 4. Sadələşdirmək üçün, sadələşmək lazımdır bizə. 2 üstü 3, 3 üstü 4'ü, 3 üstü 3. Vuraq 3 yazsın, səhv etmiş olaraq yoxsa yox. Yazmış olaraq. Xeyr, müəllim. Düzdür müəllim. Niyə yazdım? Bunların əsasları, qüvvətləri eyniləşsin. Olacaq 2 vuraq 3'ün üstündə 3, bir də vurulsun 3. 2 vuraq 3 neçə edər? 6. 6'nın kubu. Vurulsun 3. 216 vurulsun 3 nə edərsə edər. Aydın oldu? Bəli. Və yaxud yaza bilərik. 12 üstündə 5. 12'ni nəyəsə parçalamaq olar mı? Biz 12'ni bax, məsəl üçün mən götürüb 3 vur 6 12'ni üstü 5. eşidirsiniz, qulaq asa bilirsiniz. Gəlin bunu 12 yox, Zəhram. Geç yapalım. Gəl yazaq bunu 18 üstündə 5. Bunu Zəhrə yaza bilər. 6 üstü 5, vuraq 3 üstü 5. Səhv yazdım Zəhra. Bəli müəllim 2 Yox, mən yazmadım axı. 3 müəllim. Zəhra axı mən yazmışam. Ay Zəhra. Sadələşdirməmiş daha müəllim 6. Amma yazdığım düzdür. Amma yazdığım düzdür. Amma effektiv sadələşdirmə deyil. Düzdür? Biz bunun qarşısından bir dənə bir kres qoya bilərikmi? Bilərik. Bəli. Bunu yazaram. Amma cavab edəm yazaram 9 üstü 5 vuraq 2 üstü 5 düzdür riyazi olaraq. Səhvdir.
Niyə səhvdir ki? Efektiv deyil lan. Effektiv deyil də. müəllim. Düz ayrış, effektiv ayrış deyil. Hə. Onda biz elə bir şey yaparız. Məsəl üçün, niyə bu effektiv olmadı? İzah edə bilərsənmi? 6 üstü 5 vuraq 3 üstü 5 yazıramsa, 6-nın içərisində 3 var. Bəli müəllim. Müəllim 3 vuraq. Deməli 2 üstü 5, 3 üstü 10 kimi yaza bilərik də müəllim. Bəs yaxşı. Bu axırıncı yazdığım vardı. 9 vuraq 2 üstü 5. 9 üstü 5. Bunun nəyi effektsiz idi? Deyə 9'un bilərsən. üstündə 2 dənə 3 var, elə müəllim. Amma Yaza bax, bilərik. düzgün parçalanma Həm burada var. Biz bunu nə Kubçu. edirik? 9 üstü 5 vuraq 2 üstü 5 düzgün yoldur. Niyə düzgün yoldur? Çünki bax bütün 3 vuruqların eşit bir tərəfə yığdım. Bütün 2 vuruqların bir tərəfə yığdım. Hə, təzədən qayıb sadələşdirirəm. 9 3-ün nə idi? Kubu. Kvadratı. Üstə bir də 5 var. Düzdür? Bir də vuraq 2-nin üstü 5. Bu da bərabərdir. Yəni qüvvətin qüvvəti onların nəyin verir? Hasil. 3 üstü 10 vuraq 2 üstü 5 yazmaq olar mı? Olar. İngiliscə misalda biz ən çox bunlarla işləyəcəyik. Bir daha yazırıq. Məsəl üçün 6 üstü 6 yazmayaq da. Yazaq 12 üstü nəsə şeytan 7. 12-ni biz nə yaparsalıyaq? 6 vuraq 2 yaza bilərəm. 6 vuraq 2 yaza bilmərəm ki, mən bunu. Mən yazmaq olar. Amma Ki var Ben yazmam. müəllim, içində 2 var altında. Düzgün yol deyil. Bunu nə yaparsalıyaq bəs? 2 üstü 2. 3 vurulsun 4-ə. Çünki 3-ün tərkibində üstü 4-ün tərkibi ancaq 2-lərdir. Yəni vuruğun hər birinin tərkibi eyni vuruqdan təşkil olunsun. Üstündən 7 var. Olacaq 3 üstü 7 vuraq 4 üstü 7. 3 üstü 7 olduğu kimi qalır. 4 2-nin nə idi? Kvadratı. Olacaq 3 üstü 7 vuraq 2 üstü neçə? 14. 14. Aha. Bu şəkildə parçalanmaq olar. Düzdür? İndi bunlardan biz çox istifadə edicilərdir. Bir dəqiqə mən Kənana yazım. Kənan burası aydındırsa, biz sizlə bax danışdıq ki, tam cəbri ifadələr təşkil olunur nələrdən? Bir hədlilərdən Bir hədlilərdən və çox hədlilərdən. Mən sizə bir dənə sual verim. Bir hədli nədir? Mən deyim. De. Rəqəm və hərf. Ədəd, dəyişən və ya onların natural qüvvətlərindən hasilindən ibarət olan ifadə bir hədli deyilir. Bax, Dəniz, ümumiyyətlə tərif və qaydaları, yəni bilə-bilə əzbərləmək təbii ki, mahiyyətcə lazımdır öz yerində, amma mən əzbərçiliyi sevmirəm, mən tərəyiz əzbərçiliyi sevmirəm. Bu öz yerində. Amma ümumi bir hədlini bir dəqiqə. Nə edək indi biz? Kənan da qoşulsun. Bir dəqiqə. Kənan, əslində elə demək olar ki, məqamında gəlmirsən. Elə əvvəldə qeydə baxarsan, amma əsas məqam buradan belə başlayır. Yaxşımı? Yaxşı, mən necəsiz? Çox sağ ol kişi, xoş gəldin. Kənan, deməli, bu məsələ burasındadır ki, biz sizlə indi an olaraq baxırıq bir hədli və çox hədli danışırıq. Yəni, əgər tam cəbri ifadələrdən danışırıqsa, tam cəbri ifadələrin tərkibini təşkil edir bir hədlilər və çox hədlilər. Ona mən sizə sual verirəm. Bir hədli nədir? Dəniz birəbir bir hədlinin tərifini dedi. Bir hədlinin tərifində onun bütün mahiyyəti gizlənir. Və bir hədlinin tərifini mən barmağıma qatlayaraq deyirəm. Bir hədli nədir? Ədəd, dəyişən
Ədəd və dəyişənlərin hasili, ədəd və dəyişənlərin natural üstü qüvvətlərinin hasili. Bax, 4 dənə vergül var. Bilirsiniz də, bu hər bir vergül nəyi bildirir? Bitmiş bir fikir bildirir. Bir də qayıdırıq. Ədəd getdi, dəyişən getdi. Ədəd və dəyişənlərin hasili, ədəd və dəyişənlərin natural üstü qüvvətlərinin hasili nə? Bir hədli deyilir. İndi tərif nə qədər mahiyyətcə aydındır? İndi biləcəyik. Kənan, sualım sənə ünvanlanır. Bildiyim qədərindən tibbi hazırlaşan 600 bal hədəfiyyən şair etsən. Düzdür, yoxsa yox? Doğru. Geçin. Xoşum gəlir, deyal uşaq. Deməli, Kənan, məsələ nədir? Yazıram bura bir dənə 17. Bu bir hədli sayılır mı? Dəyişəni yoxdur, xeyr. Deməli, mən bu şahidət barmağımı qatladım, hava qatladım, eləmi? Dedi ya, Təqdirdə axı müəllim. haycan. Mən təkrar dəyişən dura bilərəm. Dedi ya, Benim saydım. soru ədəd bir həddi deyil ki. Mən saydım axı. Ədəd, vergül, dəyişən, vergül, Mən təkrar ədəd dura bilərəm. dəyişənlərin hasili, vergül, ədəd və dəyişənlərin natural qüvvətlərin hasili 4 dəfə bir barmağımızı qatladım. Bir hədli deyilir. Ədəd, hər bir ədəd özü nədir? Bir hədlidir. 17 nədir? Bir hədlidir. Bir həddir. Yəni 0 da bir hədlidir, hə? Bəli, onu baxacağıq. Qəşəng yerdən sonra deyirsən, hepsən birbaşa. 17 bir hədlidir. Demək ki, hər bir sabit ədəd bir hədli sayılırmış. Daha doğrusu bir hədlidir. Kənan, aydındır. Bir həddinin bizdən iki şeyini soruşur. Bir əsasın, bir də daha əmsalın, bir də qüvvətin. Ümumiyyətlə, bir hədlən iki şey soruşur bizdən. Əmsalı və qüvvəti. 17-nin əmsalı neçədir? 17-nin özüdür. El özü əmsaldır da. Əmsal sözünün mahiyyətini kim deyə bilər? Daha doğrusu tərifini kim deyə bilər? Əmsal nədir? Standart bir həddidə Gözünü hər işığı bir bulan vurğulardan şagirdlər. əvvəl yazılan ədədi vuruğa əmsal deyilir. Bir də deyə. Standart bir həddidə hərfi vuruqlardan əvvəl yazılan ədədi vuruğa əmsal deyilir. Halal da işinə qızım. Biz qısa olaraq belə deyirik ki, yəni dediyim kimi standart şəkildə verilmiş olar ki, verilməz. Yəni orada birinci yerə parçalanır əmsal. Standart şəkildə verilmiş dəyişən olan ifadələrdə hərfi vuruğun qarşısında duran ədədə biz nə deyirik? Əmsal. Onda bu 17-nin özü əmsaldır. Bəs bunun qüvvəti neçədir? Bu bir həddinin qüvvəti neçədir? 1. Neçə yazdım ki? Mən 0 olsa 1 olur, onda. Cavab 1 olur, müəllim. Qüvvət 1'dir. Mən demədim 17-nin qüvvəti. Dedim bu bir həddinin qüvvəti neçədir? Hə, bir hədd var. 0 oranda 1 olur ki. Müəllim, bunu mən deyim. Xoşuma gəldi, bir əmsal anlayışını çox şey tərifini verdin. Müəllim kimi halaldırsa, mənim müəllim yedim, olsa bilirəm, bu aydın məsələdir. Gəl, onda sən mənə qüvvət anlayışı tərifində. Bəs bir həddinin qüvvəti nəyə deyilir? Müəllim, mən deyim. Müəllim, bir hədlin Bizim burada bir dənə müəllimimiz də var, Leyla. Buyur Leyla. Müəllim, standart şəkilli bir hədlinin dəyişənlərinin qüvvətləri cəmi adlanır o bir hədlinin qüvvəti. Bəli. Yəni o dəyişənlərinin qüvvətləri. Onda mən sizə sual verim. Burada 17-nin yanında olan dəyişən neçədir ki? Müəllim, çünki x üstü, məsələn, dəyişən biz burada x götürsək, x üstü 0 bizə 1 verir, onda ona edilir ona görə. Burada 17 bir hədlidir. Elə özü əmsaldır. Bir həddin əmsalı, orada dəyişənin qarşısında olan ədəddir. Ədədə vuruqdur daha doğrusu. Bəs qüvvəti nədir? Oradakı dəyişənin üstü və ya dəyişənlərin üstlərinin cəmi. 17-nin yanında dəyişən var. Nihat, sənə sual verirəm.
Xeyr müəllim. Niyə xeyir deyirsən? Əlbəttə var. Görmürsən bunu o dəyişən. Bu görməm yaxın. Uşaqlar siz də görmürsünüz? Allah, hamı ekran Mən yaxınlaşır. görürəm müəllim. Məndə Üzərində də dərsən var yazılır. orada. Hə, mən də görürəm. Nədir də görüm Nihat, eşidirəm. Müəllim, şeydir, birdir də yəqin ki. Ay Nihat, 17 x üstü 0 yazsam nə deyəsən ki mənə? Onsuz da Beş x üstü 0 sənə neçə verir? 1. 1. 17 vurulsun 1. Yenə də elə 17 değil mi? Deməli, qaydaya bax, ha. Hər bir sabit ədəd elə bir hədlidir və qüvvəti 0 olan dəyişənin əmsalıdır. Aydın olmadı. Çünki, məsələn, sən burada 17-ni yaza bilərdin. 17 a üstü 0. Nədir ki? A üstü 0 olmasa 1 edir. Yenə 17 vurulsun 1, 17 edir. Aydın olmadı. Ona görə də hər bir sərbəst hədd bir hədlidir. Özü əmsalı qüvvəti 0. Düz səndən bunu istəməyəcək qüvvətin. Çünki bir hədlinin qüvvətini biz natural qəbul edirik. 0 natural deyil. Amma bildinmi? Nədən gəldi? Onda yazıram bura bir dənə bir D. Sualı verirəm 2 məsələ. Rəvan olsun. Rəvan. Bir dənə D dəyişən. Kişi, bu bir hədli sayılır mı? Bəs yaxşı. Mənim sayılır. Yox, sualına cavab verməyə reisdə sənin konkret məqam var. Hayır, yox. Bir hədli sayılır mı? Mən bəli. Bəli. Dedi axı ədəd, sonra dəyişən. Demək ki, hər bir dəyişən bir hədlidir. Bəs əmsal neçədir? 1. D, 1 vuraq D deməkdir də. Əmsalı 1'dir. Bəs qüvvəti neçədir bunun? 1 müəllim. Yenə 1. Qüvvəti dəyişən üstü deyil, üstü 1, 2 deyildi də burada. Oldu. Yazıram 3AB bir hədli sayılır. Əmsal 3 A, B kvadratı yazıram. B üstü 4 yazıram. Olacaq dəyişənin üstlərin cəmi. 1 plus 4 qüvvəti neçədir? 5. 4 A kvadratı B. Bir hədli sayılır. Sayılır. Əmsal 4 qüvvət 3. Bunlar hamısı standart şəkilli bir həddir. Məsələn, bir də yazıram. 3AB bölünsün 7. Bəs yaxşı bir hədli sayılır. Mənim standart deyil. Yox, sual verirəm. Bu bir hədli deyil ki. Əlbəttə ki, nədir? Deyil. Bir hədlidir. Bir hədlidir. Bölünür. Bir hədlidir. Əlbəttə, kəsin məxəzi dəyişir. Sənə Allah deyir, Dəniz, sən bunu 7-də 3 vurulsun AB yazsan, nə dəyişir ki? Anladım. Bəli. Əmsal 7-də 3, qüvvət 1 və 1. Cəmi 2. Yenə aydın olmalı. Ha? Axırıncı yazılır bir hədlidir ki. Əlbəttə. Biz kəsi görən ki, bir həddən qaçırıq. Kəsin məxrəcində dəyişən olsa, onlardır rasional ifadə. Bir hədli olmazdı. Dəyişən yoxdur axı. Sən 3AB bölünsün 7, 7-də 3AB deməkdir. Əmsal 7-də 3 ola bilməzmi? Bəs məxrəc 7B olsa, onda nə olur? Artıq olur rasional ifadə. Ümumiyyətlə cəbri ifadə deyil. Cəbri ifadə deyilsə bir həddi çoxada deyil. Anladım. Müəllim, bəs məxrəcində mənfi ədəd olsa? Bir də mənfi, ola bilər. Yaxşı sualdır. 2AB bölünsün mənfi 9. Mənfi 9-da 2AB yenə olsun da əmsal mənfi 9-da 2-dir, qüvvət 2-dir. Yenə problem yoxdur, yenə bir hədlidir. Olmaz? Olar. Bəs yaxşı. Nələr bir həddi deyil? 3A plus 2B deyil. Niyə? Toplama çıxmaq var. Toplama çıxmaq olmaz. Çox həddi. Çünki çox hədlidir. Bəli. 2AB üstü mənfi 3. Müəllim, çünki Qüvvət üstü natural deyil. deyil. Natural deyil. 5AB 1,5. Qüvvət natural
Deyil. Deyil. 2A Mən bölünsün dəyişən 3B. orada. Dəyişənə Deyil. bölmə var. Buna qədər sıxıntı var. Xeyr müəllim. Xeyr. Bitti. Oldu qardaş. Kırmızı yazdığınız biraz değil. Haycan? Yani kırmızı yazdığınız. Yox, bir həddə deyil. Nəxəs dəyişən var amma. Kesir rasyonel ifadeleri onlar. Məsələ ifadə bəli. İşləmə tam zəif ifadə deyil məsələ. İndi gəl nə yapaq? Bu nə idi? İndi sizlə biz nəyə gözdən keçirək? Yazıram. 2A 5B C. Sizcə bu bir həddidir? Bir hədlidir amma ki standart bir Bir hədlidir. Standart şəkilli şəkildə deyil. olmayan bir həddidir. Standart şəkildə əmsal qarşıda bir 7 yazılmalı. Ələdə vuruq. 2 vurulsun 5. Neçə edəcək? 10. 10. 10 A, B, ABC. C. 7 A artı B C A. Olur standart şəkil. Bura qədər nədir problem? Yoxdur müəllim. Hər şey tam aydındır. Müəllim, standart şəkildə ədəd əvvəlcə yazılmalıdır, onu bilirəm. Amma bu dəyişənlərin yerini dəyişsək 11 mahiyyəti fərqli var. Əlbəttə ki, yox. Hətta sən istərsən orada laf yeri gəlsə, ələdə vuruğun yerini dəyişsən problem yoxdur. Onsuz da vuruqların yerini dəyişsən hasil dəyişməz. Sən burada 10 ABC yox, ABC 10 yazsan nə olacaq ki? Ya 10 CBA yazsan nə olacaq ki? Hamısı doğru. Heç bir fərqi yox. Hə, amma 2 vuraq 5 artıq bax bu əvvəldə olan bax bu hissə. Amma bu artıq sana şəkil deyil. Amma vizual olaraq bu şəkildə verilməlidir də. Əmsal ələdə vuruq qarşıda. Amma ABC-nin isə heç bir fərqi yox. Sadəcə biz nə ABC yazırıq? Latin əlifbasının ardıcıllığı ilə. ABC. Ayətən görürsənmi? Həmişə X yazırıq. Y-X yazsaq ki, nə olacaq ki? Amma latin əlifbasında ardıcıllığı gözləyirik. Oldu? Aydın müəllim. Tamam. Bu bizim üçün bir həddir. Bir sıxıntı var mı? Üstündən keçəkmi? Xeyr. Keçdik. Bəs yaxşı. Çox hədli nədir? Mən Müəllim. bilirəm toplanmaq Bir həddilərin cəmri çox cəmri hədli çox deyil. həddidir. Bir hədlilərin cəbri cəmdən çox hədli deyil. Cəmdə. Cəbri cəm nədir? Hem toplanmaz hem de Toplama, çıxma, vurma, vurma. Bəli. Cəm deyəndə 3 + 2 eləyir 5. Amma cəbri cəm orada məsələn 3 + 2 də ola bilər, 3 = -2 də ola bilər. Axı orada 3 - 2 yaranır. Yəni toplanması və çıxması ikisi ilə gedir də. Yazırıq 3A kvadratı M plus 2BC. Bu sizcə çox hədlidirmi? Bəli. 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 Bəs yaxşı. 4A plus 3MB plus 7A bölünsün C. Bu çox hədlidirmi? Xeyr müəllim. Niyə? Xeyr, müəllim. Burada bir dənə rasional ifadə var. Çünki bir hədd çox hədlədir, bir hədlərin cəbri cəm. Bizdən çox hədldən yalnız nəyin soruşur demək olar ki, orada əsas əmsal soruşur. Əmsal soruşmasında əmsalların cəmi soruşarlar daha doğrusu. Qüvvət soruşur. Qüvvət tapmazsan biz nə edirik? Bütün hədlərin qüvvətlərini tapmaq altından beləsən yazırıq. Burada 2, 1, 3, burada eləyir 2. Məsələn, üstə bir 7 olsun. Bununla qüvvəti 0-dır. Ən böyük insəli tutaq ki, 3. Məsələn, çox hədlin qüvvəti oldu 3. Aydındır? Bəli. İndi gəlin keçək bir hədli və çox hədlilər üzərində əməllər. Çox hədlilərin Müəllim, mən bir dənə sual qaldı. Buyur. O 0 bir hədli məsələsi. Hər sual deyil sual. 0 bir hədli gedir. Yox, soruşam 0 bir hədli gedir. Hər bir sərbəst hədd özü bir həddidir. Sərbəst ədəd daha doğrusu. Məsələn, 3 bir həddidir, 2 bir həddidir, 3 bir həddidir. Mənfi 3 də bir həddidir. Özü əmsaldır, qüvvətə 0. Düzdür.
Biz bir hədlinin qüvvətini 0 qəbul eləmirik. Çünki bir hədlinin qüvvətinin əslində natural üstü qüvvətlərdən danışırıq da, düzdürmü? Amma əgər biz 17-yə bayaqların bir hədl dediksə, həmin bir hədlinin qüvvəti 0-dır. Gəldik 0-ın özünə. 0 var ha. 0 əslində bir qeyri-müəyyənlik kəmiyyətidir. Əslində axtararsansa. İndi inşallah irəlidə siz işləyərsiniz, bilirsən nəyi? Limitdə falan bizdən işləyəcək, qeyri-müəyyən hala yanacaqdır bizdə. Onlardan artıq daha yaxşı araşdırırsınız onu. 0-ın özü bir qeyri-müəyyənlik kəmiyyətidir. Məsəl üçün, və 0, ümumiyyətlə 0 nə zaman kəşf olunur? Kimi tərəfdən kəşf olunur, bilirsiniz? Xeyr, mənim. Xeyr, mən maraqlanmamışım. Bir dəqiqə şu an bizi dəqiqə başdan cavab verin. Hə, 0 ilk nə vaxt daxil olunub elmə bilirsiniz? Mən vəbşi elmi kim çıxardım? Sual verən kimdir ki? Mən. Adını görürəm ama. Tamam müəllim. Hə, Samir. Samir, elm olmasaydı, dünya çox mənasız olardı. Elə, mən bunu bilirəm. İnsanın barlaq məşəqqəti yaxşı. Sıfırın tarixi, məsəl üçün, niyə mən 628-ci il qələmə elementi riyaziyyat tərəfindən kəşf olunub, eləmi? Tamamilə doğrudur. Amma adım bilmirəm. İlin açığından biraz qaçışdırıram. Yəni, yalan deyirəm, ilim şübhəli gəldim. Amma Hindistan kəşf olunubdur. Ümumiyyətlə, sıfır çox geniş araşdırılan bir kəmiyyətdir. Elm o kim kəşf edir? Bütün işimlə bilməz ki, ümumiyyətlə, bu ədədlər zaman-zaman formalaşmış anlayışdır. Bu sıfırın özü də, əlbəttə ki, dedik axı, bütün sərbəst hədlər özü bir hədlidir. Sıfırın özü də bir hədlidir. Sıfır özü bir hədlidir, mütləq şəkildə bir hədlidir. Sadəcə niyə burada bir adam tədbir qarı məqamların içərisində, məsəl üçün, 3A plus 2B yazdıq, eləmi biz? Dedik bir hədli. Sən buna 3A plus 2B plus 0 desən, dəyişəcəkdir ki. Ondan belə çıxır ki, bu neçə hədlidir? 2 hədli. Bəs bu neçə hədlidir? 3 hədli. Yine 2 hədli var. Ona belə çıxır ki, biz bütün çox hədliləri, hədlərin sayını n plus 1 götürməliyik. Bildiniz mi? Ona görə əslində 0 ayrıca bir hədlidir, mütləq şəkildə. Bunun əmsalı da 0-dır, bunun qüvvət də 0-dır. 0 və 0. Və bir hədlidir. Amma biz onu hədd olaraq çox hədlisini götürə bilmirik. Amma bir hədlidir. İştirəm, buyur. Mənim 0 ümumiyyətcə, yəni, necə deyim, yəni, sual olaraq düşünürəm bildiyim qədərilə. Yaxşı, deyərəm sənin qarşına çıxmaz. Mənim yoxdur, qarşıma çıxmaq deyil, sadəcə gəlməmişim də suallarda. Hamı ekranı görə bilir? Bəli. Bu dəfə topludan işləyəcəyik. Gəlin köməkli şəkildə sualların üzərindən keçək. Birinci sual, yəni əslində indi biz bir neçə məqamda sual hələ izahı bunun içərisində baxacağıq elə. Birinci sual, hansı bir hədlin qüvvəti ən böyükdür? A bəndinə baxsaq, 30x kvadratı y üstü 5z. Bunun qüvvəti neçədir? 2, 5, 1. 8. Məsələn, B bəndinə baxıram. Mənfi 19, x üstü 8, y üstü 7. 15. 15 və s. Hamısını gözdən keçirik, ən böyük olana görə. Edərsən, elə 15-dir deyərsən, elə mi? Edərsən, B bəndi. Oldu mu? Məsəl üçün, baxırıq sual 4-də. Deyir ki, A üstü 8, 9-dursa, bəs A üstü 16 neçədir? Qardaş, A üstü 16-nı, A üstü 8-in nəyi yazmaq olar? Kvadrat. Olacaq mı qüvvətin qüvvəti? Yenə də 8 var ki, 16 eləyərdir. Mənim. A üstü 8-in özü neçə idi? 9. 9-un kvadratı neçə olacaq?
81. 81. Baxırıq sual 5-ə. 5-ə baxmayaq, gəlin 6-ya baxaq. Deyir, hansı münasibət doğrudur? Sizcə birinci münasibət doğrudur. 2 üstü 18 bölünsün 2 üstü 16 olub 2 üstü 3. Xeyr müəllim. Neçə olmalıdır burada? İki. Yox, 6-dır, mən səhv yazdım, 6-dır. 12 12. verməliyim. Üstü Üstlər 12. çıxılır, bu bölündür. Və burada doğru cavab hansıdır, yaxşı, kimdə yaxşı? D bəndinə baxırsınız, çox şübhəli bir variantda veriblər. 7 üstü 5 bölünsün 7 üstü 5 bərabərdir 5 üstü 0. Sizcə bu doğrudur ki? Doğrudur müəllim. B variantı. Birə bərabərdir ikilər. Səhv bilmirəm. Niyə D doğrudur? səhv. Doğrudur, birə bərabərdir. Səhv. Doğrudur, doğrudur. 7 üstü 5 bölünsün 7 üstü 5 bizə eyni şey bölünsün eyni şey nə verirsə 1 verir də, düzdür. Bəs 5 0 neçə edir? 1. Doğru cavab olacaq 1. Doğrudur da. Niyə də yox? Onda mən də sizə bir sual verirəm. Elə aslında məntiq adam həmən cavab tapacaq. 3 üstü 0 neçə edər? 1. Səbəb. Niyə? Çünki mənim 3-0 ilə birə bərabərdir. Qaydan məsələdir. Yox. Mən sənə desəm ki, əlindəki ruçka yeməz götürün yeyərsən. Qayda elədirin, sən riyaziyyatçısan, sən qayda elədirinən heç vaxt razı olmalı deyilsən. Mahiyyətinə baxmalısan ki, niyə belədir? Eşidirəm. Müəllim, Əslində diqqətli adam həmən cavabı deyər. Eşidirəm, buyurun. 3 yox kimi bir şeydir. Yox kimi bir şeydir. 3 yox kimi bir Müəllim, şeydir. 0-cı qüvvətdən birə bərabərdirlərmi? 0. Yox, bax. Biz bilirik ki, bayağı eşidirsiniz. Müəllim, 3 üstü 0 bərabərdir 3 üstü 1 bölünsün 3 üstü 1. Elədir. Sən kimsən? Kənan? Hadəsə məntiqli danışsan, amma tam yox. Amma yaxınlaşırsan. 3 üstü 0. Birə bərabərdir də. Baxın, 3 üstü 0 bərabərdir A üstü 0. Bərabərdir 9 üstü 0. 0. Bərabərdir 21 üstü 0. Nə bilim, bərabərdir 7 üstü 0. Bərabərdir M üstü 0. Elə hamısı bir-birinə bərabərdir, hamısı 1-ə bərabərdir. Və səbəbi nə? Niyə biz 0 üstü qüvvəti həmişə 1 qəbul edirik? Niyə hər zaman 1-ə bərabər olur? İştirəm. Mənim 0 üstü kəmiyə 0-a bərabərdir, yoxsa? Yox, elə şey mi var? Bilirdim. Elə mi? Mən bunu harada? Onun tərifi nədir ki? Müəllim, Müəllim, belə bir şey ola bilər. Deyəm, benim tutmayım. Hər dəfə müəllim, bunu bir ki azaldırıq da məncə. Yəni qüvvəti hər dəfə bir vahid azaldıqca nəticə 3-ə bölünür. Bu da yəni 1-ə bərabər olur da, yəni Yox, belə bir yox. şey alına gəlir. Mən deyən kimi o cavab versin, neçə dərsən? deyim müəllim. De. Müəllim, qüvvət ardıcılığına baxırıq. 0-dan fərqli istənilən ədədin və ya dəyişənin üstü 0 olduqda cavab həmişə 1 olur. Müəllim, 3-0 dəfə özü-özünə vurmaq demək. Müəllim, qüvvəti bir dəfə azaldanda 3-ə bölürük, ondandır. Gəlin baxaq. Tam mən dəqiq xatırlayıram. 2006-cı ildə, onda siz yox idiniz yəqin ki. Mən yox idim. Mən 7-ci sinifdə oxuyanda bu sualı Aida müəllim mənə vermişdi, mənə riyaziyyat müəllimi. Və bir 3-4 gün mən oldum depressiyada. Çünki mən düşünürdüm ki, riyaziyyatdan yaxşıyam, amma bu sualın cavabını bilmədim. Yəni, bu sual haqqında o qədər çox düşünmüşdüm ki. Amma şükür, axıra cavabı tapdım. Və birisi cavabını tapdım, yuxuda görmüşdüm. Əslində yuxuda görmək deyil də, insan onun beynində fikir yatır. Yəni, Müəllim, siz bu sualı verin, qoyun qalsın da. Tapmaq istəyirsən? Bəli, müəllim. İrəlidə bizim suallarımız çox olacaq. Deyə bilərəm cavabı.
Anne, yox, mən bu sualı tapacağım, ne Baş deməyim. üstə, nə gözəl. Müəllim, bəlkə biz də yuxuda görək. Maraq verdirsə nə gözəl. Əla, baxarsınız. Yəni bu sualı mən həqiqətən yəni düşünürdüm ki, çox yaxşıyam. Və bu sualı müəllim mənə verdi. Çox sevdiyim ES müəllim. Yəni 3 gün, məncə 3 gündür məncə. Yəni bütün vaxt ancaq bu sual axtarmağa çalışırdım, düşünürdüm. O bizim vaxtımızda amma ChatGPT falan heç yox idi də. İndi vicdansızlıq eləmirdik. İnşasız da eləməyəsiniz və Mən xeyr düşünməsiniz. eləməyim. Mən ChatGPT falan bir də heç nə bilməyəcəm. Amma bu sualı nereden sonra tapacağım da mən. İnşallah və mən sizə inanıram və onda sual olaraq qalsın nə gözəl. Maraq verisi var. Haydi. Tamam, ora bilərsən məsələn 3-ün kvadratını böləndə 3-ün kvadratına kvadratlar çıxır, 3+1 qalır o da bir dəqiqə məndə. Hardansa oğurluq eləmədin ki, Samir. Mən bu dəqiqə elə bir yerdəyim ki, yanımda heç nə yoxdur, ona görə baxamıram. Yəni, harab qatmamsansa yaxınlaşırsan. Müəllim, Haydi. qüvvəti bir dəfə azaldanda 3-ə bölürük də ona Yox, görə. elə deyil. Yaxşı, Samir, qoy qalsın, hava düşünsün, öz üçün gəlin müzakirə. Olar mı? Müəllim, bütün üstü yəni nə olursa olsun, yəni həmin üçü Mən bütün kvadratını böləndə mən kvadratlar çıxır, vermir. Yəni 3 üstü 0-a böləndə 2 verəcək də, 3 üstü 1-i 3 üstü 1-ə böləndə də. Mən dediyim kimi deyil. Yaxınlaşırsın. Elə deyil. Qoy cavabı deyəmsə, açma verir. Bax, Zəhra. Əgər biz 3 üstü 5 haydi. Hamıca ehtiyat ağacı yoxsuna görə. 3 üstü 5 bölünsün 3 üstü 2. Əsasları eyni olan qüvvətləri bölərkən əsas olduğu kimi qalır. Qüvvətlər çıxılır. 3 üstü 3. Yəni 27. İndi gəl düşünək ki 3 üstü 3'ü 2 olsun. Məncə qüvvətlər hər dəfə bir vahid azalır və elə bir şey ola bilər. Mən dedim elə belədir. 3 üstü Bax 2. dediyim buydu məndən. 3 üstü 2 bölək 3 üstü 2. Kvadratlar çıxır, qalır 0. Bəli, o 3'ün üstündə 2 çıxır 2. 3'ün üstü 0 qalır. Və 3'ün üstü 0 əslində qüvvət olaraq uzun zaman bir mübahisə yaratır. Belə tək baxanda. Amma ifadənin əvvəlindən baxanda 3-0 eyni qüvvətin bir-birinə bölünməsi deməkdir. 3-2 bölünsün 3-2, 3-5 bölünsün 3-5, fərqi yoxdur. Axı çıxanda qüvvətdə 0 qalır. Və nəyə bərabərdir? Sualın cavabı buradadır. 3-2 bölünsün 3-2, 9 bölək 9 deməkdirmi? 21. Bəli. Eləyəcək 1. Və yaxud da 3-7 bölünsün 3-7. 3-7 minus 7 eləyirmi? 3-0 eləyirmi? Bəli. Eyni şey bölünsün, eyni şey sənə 1 verirmi? Ona görə 0 qüvvət hər zaman nə verəcək? 1 verəcək. 1. Oldu. Sağ olun. Giriş verdiyiniz üçün. Təşəkkür. Gəlin baxaq sual 8-ə. 8-ci sualda 4 üstü 5 vurulsun 3 üstü 9 bölünsün 6 üstü 8. İfadəni deyir sadələşdir. Sən bu ifadəni sadələşdirmək üçün nə etməlisən? Müəllim, 6-nı 2 vurursun yazalım. 4'ü yazar 12. 2'nin kvadratı. Üstünde bir de 5 var. Hamısını getirik eyni əsasa, qısası. 3 üstü 9 da olduğu kimi qalsın. Aşağıda 2 üstü 8 bırak 3 üstü 8. 2 vuraq 3. Üstündə 8 var. Beləliklə, məxrəc olacaq 2 üstü 8 vurulsun 3 üstü 8. Yuxarı 2 üstü 10 vuraq 3 üstü 9. Bölərkən əsas qalır üstlər çıxılır. Olacaq 2'nin üstü 2 vuraq 3. 12. Müəllim, mən bu sualları da siz necə həll edin? Necə? Mən məsələn o 4 üstü 5 deyirik. 5 dəfə 4 yazacağam. Nəysə o həll mənə görə daha asan olur. Mən həmişə elə yazıram. Sonra ixtisar aparıram. Mən lazım. Mən bu sualları görə işləmişəm ki, həftə də istifadə eləmirəm. İnşallah sənin qarşına Dəniz 4'ün üstündə 23, 6'ın üstündə 48, 3'ün üstündə 25 çıxar. Heç də olmaz.
İmtahanda qalarsa nəyəndə, yaxşımı? Bu yol aydın olmadı sənə Dəniz, bilmədim nə etdik? Yox, mənim aydındır. Bu həllə deyirəm. Təbii ki, bu getmək lazımdır. Gəl 9-cu suala baxaq. 9-cu sualda -3 üstündə 6, 27-nin kubu, 81-in kvadratı, vuraq 243 verir. Hamısını gətirək eyni qüvvətə. Mənfinin cütlü qüvvəti sənə verəcək, müsbət. Mənfi 3 üstü 6 olacaq 3 üstü 6. 27 3'ün nə idi? Kubu. Bir üstündə nə var? 3. 81 3'ün üstü 4'dür. Bir üstündə nə var? 2. 243 3'ün üstü neçədir? 5'dir mi deyəsən? Bərabərdir. 3 üstü 6, vuraq 3 üstü 9, 3 üstü 8, vuraq 3 üstü 5. İstən gəl, əsaslar eynisə vurarkən toplayaq. Olsun 3'ün üstü 15 sürətdə, 3'ün üstü 13 məxrəcdə. Bölərkən üstlər çıxılır, qalır 3'ün kvadratı olacaq 9. Bilmədik? Aydın deməli. Məsəl üçün, baxaq. Obzu rutun vaxtını çox deyirdik. Məsələn, baxaq sual 24-də. 24-də yuxarıda bu 14 Yuxarıdakini parçalayırıq. Bəli, 2 üstü 10 Bəli, böyle bir xətt çəkə bilərik özümüz. Əlbəttə. Söhbət. Aşağıda 2 üstü 8 vuraq 7 üstü 9. Yazaq, bütöv yazaq. Vurulsun. 26 2 üstü 5 vuraq 10 üstü 5'dir. Bütün mövzuluqları parçalayırıq. 16 2'nin üstü 4'dür. Bir üstə nə var? 2 var. 13 13 üstü 6'dır. 8 də 2'nin kubudur. Bir üstündə nə var? 4 var. Bərabərdir. Yuxarıda 2 üstü 10 vurulsun. 7 üstü 10, 13 üstü 6, 2'nin üstü 12. Aşağıda 2 üstü 8, 7 üstü 9, 2 üstü 5, 13 üstü 5, 2 üstü nə var? Bir də 8. Yəni qüvvətin qüvvəti kimi. Bir daha sadələşdirək. 2 üstü 10 vuraq 2 üstü 12. 2 üstü 22. 7 üstü 10 vurulsun 13 üstü 6. Aşağıda. 2 üstü 8, 2 üstü 5, 2 üstü 8, 16, 2 üstü 21 edir deyəsən. Vuraq 7 üstü 9, vuraq 10 üstü 5. 10 üstü 5 ilə 10 üstü 6 gedir. Bir dənə 13 burada qalır. 7 üstü 9 ilə 7 üstü 10 gedir. Burada bir dənə 7 qalır. Yəni 10 dənə burada var, 9 dənə burada var. Gedir, bir dənə yuxarıda qalır. Gedir bir dənə 2 qalır. Qalır 2 vuraq, 7 vurulsun 13. Nə eləyərsə eləyər. Məsəl üçün, baxırıq sual 21-ə. 21-ci suala elə birbaşa yazaq burada. Baxın, kəsim sürətində 220 həm birinci, həm ikinci toplanında var. 219 daha doğrusu var. Ortaq vuruq çıxardıq. Ortaq vuruq çıxardığın ən kiçik qüvvəti çıxardırıq. 20 bunda var, 19 bunda var. 2 üstü 19 vaxt buradan vuruq kimi çıxarsaq, birincidə qalacaq 3 vurulsun 2 plus. İkincidə bir dənə nə qalacaq? 7. 52 4 vurulsun 13'dür. 52 edir də. Aşağıda nə var? Kvadrata qaldırsaq, bax 13'ün nə idi bu? Kvadratı vurulsun 8 də 2'nin üstü 3'dür. Üstündə bir dənə 4 var. Bir də üstündəki bu neçə? 2. Bax 8'i 2'nin üstü 3 yazıram. Üstündə ayrıca bir dənə 4 var. Bir də üstündəki 2. Bərabərdir. Burada nə edərik? Yuxarıda 2 üstü 19 olduğu kimi qalsın. Üst 2 6 vurulsun. Üst vakit 6 üstü 7 seriyər. 13 vurulsun deyil, bura 13 yazıq. Məxrəcdə 13'ün kvadratı vurulsun. 2'nin üstü 3, üstü 4, üstü 2. Qüvvətlərin hasilinə bərabərdir. Elir 24 edirsən, yoxsa yox? 24. 13'ün kvadratı ilə 13'lər gedir. 2 üstü 19'dan 2 üstü 24 gedir. 2'nin üstü 5 qalır. Eləyər 32'də 4. Yəni 8'də 1. 8'də 1. Məsəl üçün, davam edirik. Sual 19'a baxaq. Bir hədisin qüvvəti... Hacam?
Samsun dediği sualım. Yox, orada hərdən baxaq, 18 naşdır. 19-cu suala baxaq. Birinci ifadəni qüvvətə qaldırırıq. Qaldırsaq, olacaq 27. Bax, birinci metoddan qüvvətə qaldırırıq, kuba qaldırırıq hamısını. Olacaq 27, 3-ün kubu. 3-ün üstü 2, A üstü 2 üstü 3. Olacaq A üstü neçə? 6, B üstü 3. Vurulsun. İkincini qaldırıq kvadrata. 9-da 1, A kvadratı B üstü 4. 27 və 9 çıxsa qədər 3 qalar. A üstü 8, B üstü 7. Beləliklə, əmsal 3-dür. Bəs qüvvət neçədir? 15-dir. 8 və 7. Deyək, qüvvət əmsal səbəb böyükdür. 15 3-dən 5 dəfə böyükdür və s. Bu şəkildə davam edirik. İndi evə nə götürürsünüz, bilirsiniz? Bax, bu topludan, yəqin ki, hər kəsdə var birincisi. Hazır müəllim. 11-ci toplu. 23. Hə, 2023-dən 25 yox. Birinci bölməni götürürsünüz. Bir də ikinci bölməni götürürsünüz. Mənim sabah dərs var. Yox, sabah əlavəsi var. Misal, mən ümumiyyətlə, mənim 2 gün başımız qalır. Mən bizə mənə də uymur. Hansı bölmələri? Müəllim, bu testin PDF-ini atarsınız. Sağ ol. Bakı ilə bunun arasında qalmışam. Sağ yenə gedəcəm Bakıya, çox verir. Hə, ona görə də belə deyək də alın əlavə eyb yox. 1 və 2 biz sən dərs buraxmışıq elə. Yox, buraxmamışıq ki. Buraxmamışıq. 5-ci günün dərsini buraxdı, onu da bu gün keçdik. Hə, onu buraxmamışıq elə. Eyb yox, nə olar ki, mən demişəm, nə vermişəm olsa əlavə dərs keçirəm, prosto yeniləm, baş qarışıqdır. Hə, birinci və ikinci bölməni işləyəcəyik. Birinci və ikinci bölməni. Müəllim, testin PDF-ini atarsınız zəhmət. PDF var, qrupa Müəllim, yox, o qalır. testi 1 və 2. 2025-in topusuna nə işləmirik? Əslində, belə deyək də, orada yeni birincisindən sual var, amma burada sualın sayı çoxdur. 25-in testi öyrətici deyil. Orada bir çox şey kəs doğrayıblar. Baxsan görərsən. Baxmışım. Yəqin sual sayına baxmışsan oradan. 11-ci sinif qəbul hazırlaşında narahat olma, onu işləyəcək. Yəni ki, nazarət edilsə. Amma belə hal-hazırda daha yaxşıdır. Danışdıq?